Salam dəyərli 5-cilər. Bu gün sizlərlə dəyər yayınlarını təşkil etdiyi sınaq 5 məntiq suallarına baxacağam. 76-cı sual. Deməli, 2-nin üstə 5 gəlirik. Kvadrata yüksəldirik. 7-nin kvadratı edir 49. 6-ın üstə 3 gəlirik. 9. 9-un kvadratı edir 81. 1-in üstə 4 gəlirik. 5. 5-in kvadratı edir 25. 8-in üstə 7 gəlirik. 15. 15'in kvadratı 225 D variantı. Burada 49 olmalı değil. 77. Hərflərin yerləri dəyişdirilmiş sözləri bərpa edib fərqli sözü tapın. Deməli, A variantında olur bülbül. B variantında olur göyərçin. C variantında olur zürafə. D variantında da olacaq qartal. Görürük ki, bunlardan bülbül, göyərçin, qartal quşdur. Zürafə isə heyvandır. Ona görə cavab C variantı. 78-ci sual. Burada qayıq görürük ki, saat əqrəbinin əksi istiqamətində bir dama gəlib bura. Növbəti fiqurda bir dama. Bu növbəti fiqurda, 4-cü fiqurda isə bu alta düşməlidir. C variantı çıxdı. Sonra buradan çiçək. Baxırıq ki, çiçək 2 dama saat əqrəbinin əqrəbi istiqamətində gəlib. Burada bura keçəcək, burada isə gəlib burada olmalıdır. Burada olan variantda ya B-dir, ya D-dir. Kvadrata baxırıq, bir dam aşağı düşüb, bir dama yəni saat əqrəbi istiqamət aşağı düşüb. Burada isə növbətidə, yəni burada olmalıdır. D variantı düzgündür. 79-cu sual. 4-dən 5-ə 1 vahid artıb. 5-dən 8-ə 3 vahid artıb. 8-dən 13-ə 5 vahid artıb. 13-dən 20-yə 7 vahid artıb. 20-dən 29-a 9 vahid artıb. 29-dan bu sual işarəsinə baxırıq ki, tək ədədlərdir. 1, 3, 5, 7, 9. Deməli, 11 vahid artacaq. 29-un üstə də 11 gələndə edəcək 40. A variantı. 80-ci sual. Deməli, fiqurumuza baxırıq. 1, 2, 3, 4, 5, 6. Bu fiqur 6 tərəflidir. Yazıram bura 6. İçində 1, 2, 3, 4. 4. Lap daxildə isə 3. Amma tərsinə çevirəndə olur 346. Bura baxırıq. 1, 2, 3, 4, 5, 6, 7. 7 bucaqlı fiqurdur. Bura 1, 2, 3, 4, 5, 6, 6. Daxildə 4. Tərsinə çevirəndə 467. Burada 1, 2, 3, 4. 1, 2, 3. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunu da biz tərsinə götürəndə 834 götürəcəyik. B variantı. Şərtlər bura qədər izlədinizsə, kanala abunə olmağı unutmayın. Dəstəyiniz önəmlidir. 81-də. Azərbaycan saytların sayı 1, 2, 3, 4. 4 sayt var. 1, 2, 3, 4, 5, 6. 6 samit. 4 dəfə 6 edir 24. Burada 1, 2, 3. 3 sayt var. 1, 2, 3, 4. 4 samit. 3 dəfə 4 edir 12. 1. Bir dənə sayt var. 1, 2, 3. 3 dənə samit var. Bir dəfə 3 edir 3. Burada 1, 2, 3, 4, 5. 5 sayt var. 1, 2, 3, 4, 5, 6. 6 dənə də samit var. 5 dəfə də 6 nedir? 30. 82-ci sual. Deməli, buradan 5-in üstünə 7 gəlirik. 12. 10 da vururuq 4-ə. Edir 48. Və yaxud da məsələn bunu yoxlayaq. 2 ilə 9-u. 2-nin üstə 9 gəlirəm. 11. 11-i vururam 4-ə. Edir 44. İndi biz buradan sual işarəsini kəsişdik. 1 9-dur, bir də 4-dür. 9-un üstə 4 gəlirəm. 10 da vururam 4-ə. Bərabərdir. 9-un üstə 4 gələndə 13. 13 üstə 4-ə vuranda 52. D variantı. 83-cü sual. Burada aşağı tərəflərə baxıram. 16 üstə gəl 4, üstə gəl 10. Deməli, 10 da bölürəm 2-yə. 16 üstə 4 gələndə 20, 20-nin üstə də 10 gələndə 30, 30 da 2-yə böləndə edir 15. Və yaxud da növbətiyə baxıram. 2 üstə gəl 8, üstə gəl 6. Edir 16. 16-yı da 2-yə böləndə edir 8.
Sonuncuya baxanda 12-nin üstə gəlirəm 14, 14-ün üstə gəlirəm 6, onu da bölürəm 2-yə. 14-ün üstə 6 gələndə 20, 20-nin üstə 12 gələndə 32, 32-yi də 2-yə böləndə 16, B variantı. 84-cü sual. Deməli, burada görürük ki, düzbucaqlıdır. 2 dənə əvvəl böyük üçbucağa ayrılıb. Buradan bura 2 dənə üçbucaq olur. Bura yazıram 2. Sonra balaca üçbucaqların sayını tapıram. Baxın 1, 2, 3, 4 və 5. Buradan gəldi 5. Sonra buradan 2 kiçik üçbucağın əmələ gətirdiyi böyük üçbucağa baxıram. 1. Sonra buradan belə götürsəm 2. Buradan da gəldi 2. Burada onsuz baxın, buranı bir dəfə hesablamışdıq deyə buranı bir də hesablamırıq. Yəni göy rəngdə vermişdim. Və bunlardan da cavab çıxır cəmdən 9. Cavabımız A variantı. Növbəti sualımız. Deməli, biz 4-ü vururuq 3-ə, 12-dən çıxırıq 6. 6-nı vururuq 3-ə, 18, 18-dən 6 çıxırıq 12. 12-ni vururam 3-ə, 36, 36-dan 6 çıxıram 30. Deməli, bir dəfə 3-ə vurub, bir dəfə 6 çıxırıqsa, növbəti də sıra 3-ə vurmaqdır. 30-da 3-ə vuranda edir 90. Bura qədər izlədinizsə şagirdlər, abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Neçə düz, neçə səhv yazdığınızı da rəylərdə qeyd edə bilərsiniz.